mürşidin biraz da insanların öz çevrəsində tətbiq eləyə biləcək. Çünki Allahın nə sözü var? Deyir ki, Allah Taala heç vaxt insanı daşıya bilməyəcəyindən artıq yükləməz. Bəli. Bu cəmiyyətlərə aiddir. Sən bu cəmiyyətdə mümkün olan və Allahın tələb elədiyi səviyyədə qaydalara əməl eləməlisən. Mümkün olmayana, sən tutaq ki, hardasa bir işin təyyarəyə uçmalısan harasa, 20 manat artıq verib belə bilet yoxdur, 20 manat artıq verib bilet almağın əslində rüşvət verməkdir. Tutaq ki, əlavə ödənişdir, amma sən uçmalısan axı. Deməsən, cəmiyyətin mümkün olmayan qaydalarına qarşı dirəniş göstərmə imkanın yoxdursa, həmən ayəyə girir. Yəni ki, səni biz gücün çatan qədər sən bu qaydalara, bu tələbə əməl etməlisən. Gücün çatmayan artıq üzərindən. Sən bunu etməyə, deyək ki, böyük bir öhdəliyin olmayacaq və buna görə qınanmayasın. Biz də həmişə deyəndə deyir ki, imkanım çatan qədər, əlimdən gəldiyi qədər kömək elədim. Bu əslində mahiyyətcə elə İslamla uzlaşan bir fikirdir. Əlimdən gəldiyi qədər, gücüm çatdığı qədər. Yəni, ona görə də biz cəmiyyətdə mütləq mənada müsəlmanlığa, mütləq mənada ayələrin hökmünə bağlı insan obrazını heç dünyəvi dövlət o tərəfə, Avropa o tərəfə, biz İslam adı ilə tanınan dövlətlərin heç birində görə bilmərik. Sadəcə burada əsas nədir? Əsas bizim yanaşma olmalıdır ki, İslamın əsas prinsipi İslamda zorakılıq yoxdur. La ikraha fid-din. Zorakılıqla bağlı bütün elementləri biz ortadan qaldırmalıyıq. İnsan könül işinə çevirməliyik. Din insanın könül işidir. Din insanın kimsəyə qarşı, görünən insanlara qarşı hesabatlığını o qədər də ifadə eləmir. O hesabatlığı qanun qarşısında verirsən, vəzifədəsənsə o hesabat verirsən ki, bu işi gördüm, o işi gördüm, millət vəkilsənsə seçicini qəbul elədim, bunu elədim. Amma o hesabatlıq ancaq o görmədiyin, amma inandığın bir, deyək ki, ali qüvvəyə yönəlik bir hesabatlıqdır. Və ona görə də mən düşünürəm ki, Ramazan ayında da bunu yeməlisən, bunu içməlisən. Bunlar hamısı əslində mənasız və artıq şeylərdir. İnsana bunu tövsiyə eləməzlər ki, nəyi yeyirsən, nəyi yeməyəsən. İnsan hər an bir, bəzən bizdən soruşurlar ki, hansı kitabı siz tövsiyə edirsiniz oxumağa? Mən deyirəm ki, sizin beyninizin parametrlərini mən bilmirəm, sizin zövqünüzü bilmirəm. Mən necə deyə bilərəm ki, nəyi yeməlisiniz, nəyi oxumalısınız? İndi yemək deyilərdir. Bir deyir, nə yemək xoşunuza gəlir? Sənin mədən bəlkə bu yeməyi həzm eləməkdə çətinlik çəkəcək. Yəni, Ramazanda da bu daha çox yönəlməlidir o məsuliyyət məsələsinə. Sən bu ay sənin məsuliyyətin sınaqdan çıxır. Sən insan kimi birinci, iradəni toplaya bilirsənmi? İkinci, sən o ruhunu qidalandıra bilirsənmi? İnanın ki, məsələn, mən əksər çalışmaları, yazıları, kitabları ən çox məhsuldar işlədiyim dövr Ramazan ayıdır. Və səbəbini özüm araşdırıram nədir? Belə sadə vaxtda insanlarla görüşmək məcburi gedirsən, oturursan, məsələn, bir çay içirsən, 1 saat, yemək yeyirsən 1 saat və sonra görürsən ki, biz il boyu nə qədər mənasız vaxt itirik. Məsələn, 20 dəqiqədə yeməyi yeyib qutarmaq olar, sonra daha səmərəli keçmək olar. Ya o çay içmək proseduru azaltmaq olar. Bir də 5 dəqiqə çay içdin, getdin, qutardı. Və görürsən ki, Ramazanda sənin vaxt bolluğun yaranır. Və düşüncə olaraq sən daha çox oxumaq, daha çox yazmaq imkanı əldə edirsən. Demə, bu fürsət sənin məsuliyyətini artırır. Sən çünki nəyisə cəmiyyətə verməlisən, nəyisə yazmalısan, deməlisən. Və biz bu baxımdan hesab edirəm ki, insanları daha çox mümkün olan səviyyədə dürüstlük, mümkün olan səviyyədə faydalılıq və mümkün olan səviyyədə, yəni adi bir zəkatın prinsipi nədir? Yəni ki, malın olmalıdır ki, ondan nəsə verəsən. Və indi alimin
Hər zaman biz zəkatı mal üzərindən düşünürük. Həm də zəkat intellektdir.